Salam, növbəti mövzumuz xordalılar tipinin suda quruda yaşayanlar sinifidir. Bu sinifin digər adı amfibilər sinifidir. Amfibi sözünün mənası latın dilindən tərcümədə ikili həyat deməkdir. Bu termini ilk dəfə Karl Linney işlətmişdir, yəni Karl Linney təklif etmişdir. Suda quruda yaşayanlar sinfi 3 dəstəyə ayrılır. Quyruqsuzlar dəstəsi, quyruqlular dəstəsi, ayaqsızlar dəstəsi. Quyruqsuzlar dəstəsinə daxildir göl qurbağası, adi ağac qurbağa, adi quru qurbağası, sarımsaq yeyili qurbağa və Qafqaz xaçlıcası. Quyruqlulara daxildir adi triton, daraqlı triton, karelin tritonu, salamandra, protey. Ayaqsızlara daxildir həlqəvi ayaqsız, seylon ayaqsızı. Suda quruda yaşayanlar sinfi haqqında nələri bilməliyik? Onurğalıların ilk quruda yaşayan nümayəndələridir. Fərdi inkişaflarının müəyyən dövrünü mütləq suda keçirirlər. Sürfələrinin yetkin fərdə çevrilməsi metamorfozla baş verir. Əksəriyyətinin ağciyərləri və beşbarmaqlı ətrafları olur. Kəllələri 2 ədəd ənsə çıxıntısı vasitəsilə onurğaya hərəkətli birləşir. Əsil qabırğaları və döş qəfəsləri olmur. Bu əsasən quyruqsuzlarda belədir. Eşitmə orqanları 2 şöbədən ibarətdir. Daxili qulaq və orta qulaq. Orta qulaq təbil pərdəsi ilə nəhayətlənir. Bunlarda qulaq seyvanı olmur. Bədən temperaturları sabit deyil. Dəriləri çılpaqdır, selik vəzləri ilə zəngindir və tənəffüsdə rol oynayır. Suda quruda yaşayanların 2800-ə qədər növü məlumdur. Klokaları vardır və bir də deyim, suda quruda yaşayanlar balıqlardan fərqli olaraq onlarda ağız suyu vəzləri olur. Qurbağaların özəllikləri nələrdir? Qurbağaların qırtlaqlarında səs bağları olur ki, bunların sayəsində quruldaya bilirlər. Başın yan tərəflərində rezonatorlar var. Çoxalma zamanı erkək qurbağalar qurultu səsləri çıxarır və bu dişilərdə olmur. Deməli, səs çıxarma yalnız erkək qurbağalardadır. Qurbağalarda traxeya və bronxlar olmur. Havada şəffaflıq suda çox olduğuna görə qurbağalar balıqlardan yaxşı görə bilirlər. Həzm sistemi kloaka ilə bitir ki, ümumilikdə kloakaya 3 sistemin axarı açılır. Həzm, ifrazat və cinsiyyət. Qurbağalarda üst çənədə eyni tipli dişlər olur ki, ancaq qidanın tutulub saxlanılmasında iştirak edir, o alt çənədə dişlər olmur. Alt dodağın uc hissəsinə birləşmiş yapışqanlı dil vasitəsilə şikarını tutur. Dil çölə atılır, alt dodağın uc hissəsinə birləşmiş formadadır, yəni xaricə atılır, yapışqanlı dil şikara yapışır və bu zaman qurbağa qidalana bilir. Ön ətrafları 4 barmaqlıdır, arxa ətrafları isə 5 barmaqlı və barmaqlar arasında pərdə olur. Dəriləri 2 qatlıdır, epidermis və derma. Onlar heç zaman su içmirlər. Qurbağalarda həm də əzələ sistemi də yaxşı inkişaf etmişdir. Əsasən də arxa əzələləri tullanmaqla əlaqədar olaraq daha yaxşı inkişaf etmişdir. Bəzi qurbağalar zəhərli olur. Anac qurbağa, quru qurbağası. Qurbağanın xarici quruluşuna nəzər salsaq, onun baş, gövdə və ətraflardan ibarət olduğunu görərik. Baş hissədə qabarıq formada yerləşmiş bir cüt, yəni 2 ədəd gözü olur ki, gözlər hərəkətlidir. Göz qapaqları ilə nəhayətlənir, yəni üst göz qapağı, alt göz qapağı və qırpma pərdəsi vardır. Təbil pərdəsinə malik qulaq dəliyi vardır ki, həmin təbil pərdəsinin də arxasında, deməli qulaq dəliyinin arxasında rezonatorlar yerləşir. Ön ətrafları dedik 4 barmaqlıdır, arxa ətraflar 5 barmaqlıdır. Quyruqsuzlarda dediyimiz kimi quyruq olmur. Arxa ətraflar bud, baldır və arxa pəncədən ibarətdir. Arxa pəncədə 5 barmaq, barmaqlar arasında isə üzmə pərdələri olur ki, üzmə pərdələrinin sayı da bir ətrafda 4 ədəddir, 2 ətrafda 8 ədəd. Ön ətraf bazusaid ön pəncədən ibarətdir. Dedik, baş hissədə burun dəlikləri də vardır ki, bunlar həm qoxu bilmədə, həm də tənəffüsdə iştirak edir. Qurbağanın skeletinə baxaq. Skelet 3 hissədən ibarətdir. Kəllə skeleti, gövdə skeleti, buna onurğa skeleti də deyə bilərik, ətraflar. Kəllə skeleti beyin qutusu visceral skeletdən ibarətdir. Balıqlarda olduğu kimidir, eynən. Onurğa
boyun bir fəqərədən, gövdə 7 fəqərə, omada bir fəqərə, quyruq, yəni quyruqlularda uzun sümükdür. Quyruqlularda bəzən fəqərələr də olur. Yəni quyruq fəqərələri olur. Ətraflar ön qurşaq və ön sərbəst hissədən. Ön qurşağa daxildir kürək, qarğa, körpücük, döş sümüyü. Yəni döş sümüyü bunlarda artıq çiyin qurşağına aiddir. Yəni bundan sonra öyrənəcəklərimizdə döş qəfəsi olduğuna görə döş sümüyü döş qəfəsində yerləşir. Amma bunlarda döş qəfəsi, yəni qabırğalar, həqiqi qabırğalar yoxdur deyə döş qəfəsi əmələ gəlmir. Ona görə də döş sümüyü çiyin qurşağına daxildir. Deməli, hansı sümüklər oldu? Kürək, qarğa, körpücük və döş sümüyü ön qurşaq sümükləridir. Ön sərbəst hissəyə nələr daxildir? Bazu, said, əl pəncəsi sümükləri, arxa qurşağa aiddir. İki çanaq biri-birinə birləşmiş formadadır. Bunlar 5-dən çox sümükdən ibarətdir. Arxa sərbəst hissə budbaldır və ayaq pəncəsi sümüklərindən təşkil olunmuşdur. Qurbağanın həzm sisteminə baxaq. Ağız, udulaq, qida borusu, mədə, mədənin altında məd-altı vəzi vardır. Sonra burada öd kisəsi, qaraciyəri vardır. Məd-altı, yəni mədə keçir nazik bağırsağa, nazik bağırsaq yoğun bağırsağa və klokaya axarı açılır. Qurbağaların ifrazatı necədir? 2 böyrəkdir, 2 sidik axarı var, 1 sidik kisəsi 2 paylıdır və axarları klokaya açılır. Beyin balıqlarda olduğu kimidir, lakin bunlarda ön beyin balıqlardakına nisbətən yaxşı inkişaf etmişdir. Hərəkət az olduğuna görə beyincik isə zəif inkişaf etmişdir. Bunlarda da baş beyin, onurğa beyin onlardan çıxan sinirlərdən təşkil olunmuşdur. Yəni mərkəzi sinir sistemi. Çoxalmasından danışaq. Dedik, qurbağaların çoxalması metamorfozla gedir, yəni inkişaf mərhələləri keçirir. Bunlarda, yəni erkəklərdə 2 toxumluq və ya bir cüt də deyə bilərik. 2 toxumluq, dişilərdə də 2 yumurtalıq olur. Hər iki cinsdə toxum boruları və yumurta boruları klokaya açılır. Həyatının 3-cü ilində qurbağalar çoxalırlar. Deməli, qurbağaların çoxalması dedik metamorfozla gedir. Bu mərhələləri sayaq ilk öncə. Deməli, hansılardır? Yetkin fərd olur, yəni dedik 3 yaşına çatdıqdan sonra çoxalır. Bunlar qışlama dövrü keçirir, yəni qışı suyun dibində süst vəziyyətdə keçirirlər. Sonra havalar isindikdən sonra onlar yəni xaricə çıxır və yaxud da suda yəni çoxalırlar bilirik, suya qoyurlar yumurtalarını. Və bu zaman erkəklər ucadan qurulduyur. Dişiləri səsləyir, onların baş tərəflərinin dedik yanında rezonatorlar olur ki, qurultu səsini daha da gücləndirir, yəni həmin o qovuqlar. Qurbağalar quruldadıqdan sonra, yəni rezonatorlar genişlənir, bu zaman səs çıxır və bunlara bəzən qurbağa toyu da deyirlər. Erkəklər quruldayır və dişilər də həmin hissəyə, həmin yerə toplaşırlar və bu zaman mayalanma baş verir. Yəni qurbağalar kürü tökür, dişi qurbağalar kürünü tökür, erkək qurbağalar da yəni yetişmiş həmin o kürülərin üzərinə toxum mayyesini tökürlər və mayalanma baş verir. Kürüləmə dedik, kürüləmədən sonra mayalanma baş verir. İndi mayalanmanı danışaq, mayalanma necə gedir? Mayalanma deməli, kürücüyün örtüyü, bu şəkilə baxaq, kürücüyün örtüyü şişkinləşir, şəffaf həlməşik qata çevrilir və onun içərisində yumurtalar artıq görünməyə başlayır. Yumurtanın yuxarı hissəsi tutqun, yəni tünd rəngdə olur, aşağı hissəsi isə açıq rəngli olur. Yuxarı hissəsinə günəş şüaları, yəni daha yaxşı udduğuna görə biz bilirik ki, qara rəng daha yaxşı günəş şüalarını udur, yəni həmin o tutqun hissə. Günəş şüalarını udur və yumurtanın içərisində rüşeyimin inkişafı gedir. Suyun aşağı temperaturlarında yəni olsa, bu zaman yumurtanın inkişafı ləng gedir. Ona görə də isti havalarda əsasən də 10-15 dərəcə temperaturdan yuxarı yumurta bir neçə dəfə bölünür, çox hüceyrəli rüşeyimə çevrilir. Yəni 7-14 gün, yəni 1-2 həftə ərzində qurbağanın çömçə quyruğundan sürfəsi çıxır. Sürfə çıxır və onlar ilk öncə xarici qəlsəmələrlə tənəffüs edir. Əvvəlcə xarici qəlsəmələr olur, sonra sürfə biraz yetkinləşdikdən sonra daxili qəlsəmələrə çevrilir. Sonra çömçə quyruğun deməli qidasını dedik, yosunlar, iptidailər və başqa kiçik su orqanizmləri təşkil edir. Çömçə quyruqda 2
kameralı ürək olur. Yəni bunlar balıqlara daha çox oxşuyur. Bir qan dövranı var. Dərisinin üzərində yan xətt orqanını görə bilərik. Həmçinin də quyruq üzgəcində, yəni quyruq hissəsində quyruq üzgəci olur. Yəni bu xüsusiyyətlərinə görə onların balıqlarla oxşarlıqların, yəni qohumluqlarının olmasını sübut edir. Sonra çömçəquyruq inkişaf etdikcə nələr baş verir? Yəni qurbağaya çevrilməsi zamanı nələr yaranır? Baxaq. Onlarda əvvəlcə arxa ayaqlar əmələ gəlir, sonra isə ön ayaqlar əmələ gəlir və ağciyərlər inkişaf edir ki, nəhayət çömçəquyruq da suyun üzərinə qalxaraq atmosfer havası ilə tənəffüs edir. Onlar bir müddətdən sonra, yəni quyruq get-gedə qısalır və kiçik qurbağaya çevrilir. Ümumiyyətlə, yəni kürüdən yetkin qurbağanın əmələ gəlməsini bizdən soruşulsa nə qədər müddət keçir? Deyəcəyi 2-3 ay bu müddət baş verir. Yəni onlar artıq 3-cü ilində cinsi yetişkənliyə çatır və çoxalmağa başlayırlar. Və ardıcıllıq belə gedir. Ağız yarandı ilk öncə, çənələr, arxa ayaqlar, ön ayaqlar, ağciyərlər və quyruq qısaldı. Və indi qan damar sistemindən danışaq. Qurbağalarda görək qan damar sistemi necə gedir. Deməli, qurbağanın qan damar sistemindən danışanda deyəcəyik ki, qurbağanın ürəyi 3 kameradan ibarətdir. Deməli, sağ qulaqcıq, sol qulaqcıq və mədəcik. Sağ qulaqcığa çirkli qan, sol qulaqcıqda təmiz qan olur və bunların hər ikisinin eyni zamanda vurulması nəticəsində mədəcikdə qan qarışır. Və mədəcikdə biz 3 cür qan, çirkli qan, qarışıq qan və təmiz qanı görmüş olarıq. Deməli, ağciyərlərin yəni yaranması nəticəsində bunlarda kiçik qan dövranında yaranmış olur. Belə deyək, hər iki qan dövranı, kiçik qan dövranı və böyük qan dövranı vardır. Kiçik qan dövranı necə olur? Ürəyin mədəciyindən vurulan çirkli qan ağciyər arteriyası vasitəsilə gəlir ağciyərlərə, dəriyə. Əsas ağciyərlərdə qazlar mübadiləsi gedir və bu zaman qan təmizləndikdən sonra ağciyər venası vasitəsilə verilir ürəyin sol qulaqcığına və bu zaman kiçik qan dövranı başa çatmış olur. İndi böyük qan dövranından danışsaq, böyük qan dövranında deməli 2 cür qan iştirak edir. Əslində 3 cür qan iştirak edir, yəni venoz qanda qayıdıb gəldikdən sonra. Amma ürəkdən çıxan isə həm qarışıq qan, həm də təmiz qan olur. Qarışıq qan deməli arteriya vasitəsilə verilir bədənə, bədəni oksigenlə zənginləşdirir və ürəkdən çıxan təmiz qan, yəni arteriya vasitəsilə həm də başa gedir, yəni başı da qidalandırır. Və buradan yığılan çirkli qan venalar vasitəsilə gəlir ürəyin sağ qulaqcığına tökülür və bu zaman böyük qan dövranında başa çatmış olur. Yəni ümumilikdə deyəndə ürəkdə 3 cür qan görə bilirik. Kiçik qan dövranında 2 cür qan iştirak edir, venoz qan və arterial qan, amma böyük qan dövranından danışsaq əgər, burada artıq 3 cür qanı görəcəyik biz. Arterial qan, venoz qan və qarışıq qan.